Sevdiyimiz insanla uzun və xoşbəxt münasibət yaşamaq yəqin ki, hər birimizin xəyalıdır. Heç kim münasibətə başlayan zaman bunu necə məhv edəcəm, necə bitirəcəm haqqında düşünmür. Lakin həyat qayğıları, ailə məişət problemləri, kənar təsirlər ilişkimizin, münasibətimizin monotonlaşmasına və bir-birimizə olan marağın nəinki itməsinə, həmçinin bir evin içində iki yad adam kimi yaşamağımıza səbəb olur. Nə vaxt ki, ömrünün 40-50 ilini birlikdə keçirən cütlükləri görürük, düşünürük ki, görəsən, belə uzun müddət və xoşbəxt olmağın sirri nədədir? Belə bir misal var, deyir ki, münasibəti başlamaq üçün, sevgini başlamaq üçün cəhd eləmə. Amma sevgini böyütmək, onu saxlamaq üçün mütləq cəhd göstərməlisən. Bəs nədir uzun və xoşbəxt münasibətlərin sirri? Bunu bir neçəsini sizin üçün oxuduğum kitablardan və məqalələrdən ayırmışam və sizinlə bölüşməyə qərar vermişəm. Birincisi, münasibətinizdə kiçik bir körpə uşaq kimi baxın. Necə ki, balaca körpə uşağın qidalanmağa, başqası tərəfindən qidalandırılmağa ehtiyacı var, eləcə də münasibətinizi sevgi, qayğı və şəfqətlə qidalandırmalı, bəsləməli və böyütməliyik. Bir-birinizin zövqlərinə hörmət edin. Unutma ki, sən də onun zövqüsən, sən də onun seçimisən. Belə ki, ola bilər ki, sevdiyiniz insan caz musiqisini sevir, amma sizin lirikadan xoşunuz gəlir, lirik musiqilərdən xoşunuz gəlir. Bu o demək deyil ki, siz bütün günü onunla birlikdə caz musiqisinə qulaq asmalısınız. Sadəcə ehtiyac olan anda siz onunla birlikdə əgər caz konsertinə getsəniz, bu onu xoşbəxt edəcək, özünü yaxşı hiss etməyini təmin edəcəkdir. Amma sizin də öz maraqlarınız olmalıdır və hər zaman onun istədiklərini və yaxud da ki, onun dediklərini eləməyə məcbur deyilsiniz. Sadəcə sizin bir-birinizin zövqlərinə qarşı hörmətiniz olmalıdır. Bütün görüşlərdə birlikdə olacaqsınız və ya hər zaman birlikdə zaman keçirəcəksiniz deyə bir qayda yoxdur. Hər ikinizin də dost qrupları olacaq və onlarla ayrı-ayrılıqda zaman keçirəcəksiniz. Bu, həm bir-birinizə olan güvənin artmasına yardımcı olacaq, həm də bir-birinizlə keçirilən zamanın dəyərini anlamanız üçün sizə kömək olacaqdır. Amma deyək ki, sevgilinizin və yaxud da həyat yoldaşınızın 1-2 tətil günü varsa, dostlarınızla olan görüşü təxirə salıb, həmin günü həyat yoldaşınızla keçirə bilərsiniz. Düşünürəm ki, dostlarınız sizi anlayacaqdır. Onun ailəsini də öz ailəniz kimi görün və sevin və həmçinin də bu sevgini, bu istəyi də qarşı tərəfdən gözləmək sizin ən təbii haqqınızdır. Əgər sizin münasibətiniz də ciddidirsə, evlisinizsə və yaxud da evliliyə doğru gedirsinizsə, bir-birinizin qarşılıqlı olaraq ailələrinə hörmət etməlisiniz. İndi olan ən aktual problemlərdən biri gəlin-qaynana problemidir. Hər zaman belə bir şey deyirəm ki, bir-birinizdə gəlin ya da qaynana gözündə görməyin. Belə ki, sevdiyiniz insanı dünyaya gətirən xanımdır o. Və yaxud da ki, siz onun canından bir parça olan övladının sevdiyi, seçdiyi xanımsınız. Əgər biz bu nöqteyi nəzərdən baxsaq, ünsiyyətimiz daha asan və xoşagələn olacaqdır. Həm də unutmayaq ki, araşdırmalar nəticəsində məlum olub ki, evliliklərində xoşbəxt olmayan insanlar digərlərinə nisbətən daha tez ölürlər və qəfil ölüm riski daha artıqdır. Əlbəttə ki, hər iki tərəf də bunu istəməz. Bir-birinizə gözəl sözlər deyin, gülər üzünüzü əskik etməyin. Güya mənim onu sevdiyimi bilmir ki, deməyin. Hər zaman bilsək belə sevildiyimizi duymağa ehtiyacımız vardır və bir insanın ehtiyacı olan ən böyük hiss sevgidir, qayğıdır, şəfqətdir. Ortaq maraqlar yaratmağa çalışın. Birlikdə keçirəcəyiniz gözəl anlarınız, gözəl xatirələriniz, gözəl zamanlarınız olsun. Mən sizə demirəm ki, hansısa bir rəqs kursuna yazılın və yaxud da ki, hansısa bir rəsm kursuna yazılın. Xeyr, birlikdə kitab oxumaq, yemək hazırlamaq, ev təmizləmək, yeriyişə çıxmaq, musiqi dinləmək, kino seyr etmək də keçirəcəyiniz gözəl anlar arasındadır. Unutmayın, o anları gözəl edən bizlərik. Hər hansı bir faktorun olmağı önəmli deyil və bir münasibətin sementi, yapışqanı, keçirdiyimiz gözəl anlar xatirələrdir. Siz də gözəl anlar, xatirələr toplamağa cəhd edin, çalışın.